Alo, salam, hər vaxt xeyir olsun. Hər vaxtın xeyir. Bəhramdır danışam. Bəhram Abdullayev. Bəhram Allah verdi. Allah verdi. Və sərdən sizə zəng vururam, WhatsApp-dan cavab vermirsiniz. Efirə deyirsiniz, qoşulmaq istəyirəm. Abi nə oldu? Niyə qoşmadın? Canlı yayımdasınız. Cəmaət, millət və aidiyyatı orqanlar sizi eşidir. Təqdim edin. Bəli. Təqdim edin özünüzü. Canlı yayımdasınız. Səngər TV-nin canlı yayımdasınız. Canlı yayımda yəqin ki, bütün məsuliyyət sizindir. Özünüz də onu bilirsiniz. Probleminiz nədir? Kimdən şikayət edirsə eşidirik. 5 dəqiqə vaxtınız var. Buyurun, probleminizi deyin. Əvvəlcə özünüz təqdim edin özünüzü. Salam aleyküm. Salam. Allah verdi Bəhram Əhmədoğlu. Aha. 30 ilə yaxındır. Nəsimi rayon Azərişin istismar sahəsində işləyirəm. Hal-hazırda da işləyirsiniz? Hal-hazırda da işləyirəm. Bəli, buyurun. Mənim şikayətim Surxay Ocağovdandır. Aha. 2019, 2003-cü, 4-cü illərdə paraliz keçirdim. 2019-cu ildə də ürək əməliyyatı oldum. 2020-ci ildə işə çıxanda Surxay Ocağı axtı, oğurluq üstündə işdən qovmuşdular. Bəli. Mən təzədən cənab Sədir Vüqar Əhmədova ərizə ilə müraciət elədim. Mənə Can Əhməd Əhmədov, Sədirin müşaviri zəng edib dedi ki, ərizəvi geri götür. Surxay işə düzələn kimi sənin gördüyün işlərin pulunu qaytaracaq. Bəli. Surxay Ocağov işə düzəldi. Nə yolla düzəldi? Allah bəlasını versin. Düzəldi işə. Sağ-salamat düzəlməyəydi. Nəysə, düzəldi. İndiyə kimi də 5 ildir mən nə cənab Sədrin qabılına düşə bilirəm, nə möhtərəm prezidentimizə də ərizələrlə müraciət eləmişəm, möhtərəm prokurora da müraciət eləmişəm, Mehriban xanıma da müraciət eləmişəm, müraciətlərimə baxılmır. Demək olar ki, yəni bu vəziyyətdəyəm, borc xərc içində. Ən axırıncı vəziyyətə çıxdım ki, özümə qəsd eləyim. Yenə uşaqlarım gəldi, nəvələrim gəldi gözümün qabağında, qızım ağladı. Yəni belə şeylər biraz mənim qabağımı aldı. Yox, o yol deyil. Yəni sən mübarizəni davam elə, əgər haqlısansa, vəkil tut, müraciət elə, rəhbərliklə görüş. Bir gün görüşənməsən. Hansı vəkilə müraciət eləyirəmsə, Anar Ələkbərovun adını eşidirlər, hamısı qırağa çəkilir. Hansı verilişə müraciət eləyirəmsə, hansı qəzetə müraciət eləyirəmsə, Hürriyyət qəzetinə verdim, Hürriyyət qəzeti mənə and verdi ki... Aydındır, yox, indi onlara deyibsiz, onlar bizim həmkarımızdır, Hürriyyət dəyərli Vüqar bəy, dostumuzdur. Aydındır, indi siz probleminizi dediniz, şikayətinizi dediniz, mən buradan səsləndirdim. Buradan müraciət edirəm Azərişığın rəhbərliyinə, hörmətli Azərişığın rəhbərliyi, hörmətli Vüqar müəllim də, Vüqar Əhmədov, Bəhram Allahverdiyevin, Allahverdiyev də düzmü? Bəli. Xahiş edirəm, qəbul edin, problemin dinləyin, görün nə problemi var, alacağım deyir, verəcəyim deyir, xahiş edirəm, tapşırın orada, aidiyyatı orqanlar, hüquq şöbəsi və mən buradan səslənirəm mətbuat xidmətinə də, həmkarlarımıza. Mən Bəhram Allahverdiyevi görüşmüşəm, redaksiyada qəbul etmişəm, səhhəti yaxşı deyil, paraliz olub, açıq əməliyyat keçiribsiniz də siz. Açıq ürək əməliyyatı keçibdir. Ya qəbul edin, əgər haqsızdırsa, deyin ki, Bəhram Allahverdi. Haqsızam, söz çəkilirəm. Aydındır. Deyin ki, haqsızsan, Səngər TV-yə yox, istəyirsən CNN TV-yə çıx, istəyirsən Əl-Cəzirəyə çıx. Əsas qanundur. Bu qanun... Qardaşım, ay Adil müəllim, bircə söz desinlər mənə. Bəli, bu iş hamısı Vüqar Əhmədovun sifarişi ilə olunubsa, qardaş, mən çəkilirəm geri. Aydın. Yox, indi Vüqar Əhmədov sizi tanımır ki, düzdür? Tanıyırsınız. Məni tanımır, amma Hamid Yusifov məni tanıyır. Aydındır. İndi Vüqar Əhmədovun nəyinə lazım axı sizinlə problem yaratsın? Axı siz yəqin ki, onun üçün döyüşəcək. Ay
axı məni Qədir İsmailov qəbul elədi. O boyda sədrin müşaviridir. Kim nə işdir Qədir İsmailov orada? Sədrin müşaviri? Bəli, sədrin müşaviridir. Arif müəllimlə, hüquqşünasla məni qəbul elədilər. Dedilər, bizə bir ay vaxt ver. Ya Surxayı tutturacaq, ya da sən haqqını alıb qaytaracaq. Yaxşı, bir aydan sonra, 10 gündən, 15 gündən sonra mən ərzəmin cavabını istəyəndə niyə mənə deyil, məni bloka atırlar? Niyə mənə bir kəlmə söz deyil? Deyilən qardaşım, sən haqsızsan. Yox, indi bir sözdür. İndi bloka deyirsən atırlar. Siz hal-hazırda işləyirsiniz də idarədə, düzdür? Bəli, bəli. Mən hal-hazırda da Nəsmi İstismar şöbəsində işləyirəm. Vallahi gör, baxın görün Azərbaycan nə qədər demokratik ölkədir ki, hal-hazırda işləyirsiniz və qorxmursunuz və efirə çıxırsınız, şikayətinizdə deyirsiniz. Baxın gör nə qədər. Adil müəllim, mən öz dövlətimə inanıram, mən öz prezidentimizə inanıram, mən ona güvənirəm, mən prezidentimdən istəyirəm cavabı. Aydındır, prezident mənə bu işə qarışdım. Yaxşı da indi prezidentin də o qədər işi gücü var, xarici siyasət o qədər. Bəs mənim deməyim də, müraciətlərimdə də hamısında bildirmişəm ki, cənab prezident hər bir insanın şikayətinə baxa bilməz. Buna qurumlar var, bunda axı dövlət o boyda prezident Vüqar Əhmədova etimad göstərib. Onu o boyda idarənin sədri seçib. Yaxşı, bəs siz 5 ildir bir işçi əgər öz sədrin qəbuluna düşə bilmirsə, yaxşı, Ramil Yusifov bu sədrin birinci müavinidir də. Yaxşı, bu da məni əgər qəbul eləməkdən imtina edirsə, bu nə deməkdir? Aydındır, yəqin ki, mən də buradan səslənirəm ki, bütün vətəndaşları qəbul edin, subordinasiya saxlamayın. Yaxşı, indi mən buradan təklif verəcəm ki, özünüz qəbul eləmirsiniz, olmasa şəkillərinizi verin müavinlərinə ki, şəkilinizə danışsın da, bu olmaz axı. Aydındır. Bəhram bəy, təşəkkürlər. Bəhram bəy, efirdən hətta dedim ki, Bəhram demək, Allahverdiyev mənə orada canlı yayımda da yazırdı ki, Aqil müəllim, hamının dərdini dinləyirsiniz, məni dinləmirsiniz. Dinlədim sizi, aidiyyat orqanlara müraciət etdim. İnşallah yəqin ki, müsbət mənada problemimiz həll olar. Mən də bu efirdən səsləndirərəm. Təşəkkürlər. Sağ ol. Əziz və hörmətli izləyicilər, dəyərli tamaşaçılar, Bəhram Allahverdiyev idi, Azəri İşıq Nəsimura İstismar sahəsinin əməkdaşı. Problem və mən buradan səslənirəm mətbuat xidmətinə, aidiyyat orqanlara. Bundan əvvəl də efirdən demişdim ki, xahiş edirəm, qəbul edin. İnsanı da başa düşmək lazımdır. Və dostlar,